Hakim İbn Hizam cahiliyyət dövründə 100 kölə azad etmiş və 100 dəvə paylamışdı. Habelə müsəlman olduqdan sonra da 100 dəvə payladı və 100 kölə azad etdi. Həkim deyir, mən Peyğəmbərə, ona Allahın salavatı və salamı olsun dedim. Ey Allahın elçisi, mənim cahiliyyət dövründə etdiyim yaxşılıqlar barədə nə deyə bilərsən? Peyğəmbər, ona Allahın salavatı və salamı olsun buyurdu. Sən olub keçən yaxşılıqlarla bərabər müsəlman oldun. Əl-Buxari 2538-ci hədis. Abu Hureyra rəvayət edir ki, Muhammed sallallahu aleyhi və səlləm belə buyurdu. Nə qədər oruclu var ki, orucundan ona ac qalmaqdan başqa bir şey yoxdur. Və nə qədər gecə namazına qalxan var ki, qalxmağından ona yuxusuzluqdan başqa bir şey yoxdur. İbn Məcə 1690, İbn Xuzeymə 1873-cü hədis. Əl-Albani səhih olduğunu bildirmişdir. Rəvayət edilir ki, Muğirə İbn Şubə demişdir. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, gecə vaxtı namaz qılarkən o qədər ayaq üstə durardı ki, hətta ayaqları və ya baldırları şişərdi. Ona nə üçün özünə bu qədər əziyyət verirsən deyildikdə, o belə deyərdi. Bəs mən şükür edən bir qul olmayınmı? Əl-Buxari 1130-cu hədis. Əbu Zər deyir, mən dedim, ey Allahın elçisi, mənə nəsihət et. O buyurdu, pislik etdikdə ardınca yaxşılıq et ki, onu silsin. Mən dedim, ey Allahın elçisi, la ilahə illallah demək yaxşılıqlardan hesab olunurmu? O buyurdu, bu yaxşılıqların ən fəzilətlisidir. Əhməd 21525-ci hədis. Əl-Albani səhih olduğunu bildirmişdir. Ummu Hərəm rəvayət edir ki, Peyğəmbərin ona Allahın salavatı və salamı olsun, belə dediyini eşitmişdir. Ümmətimdən ilk dəniz döyüşünə çıxan orduya cənnətə girmək vacib olacaq. Ummu Hərəm dedi, mən soruşdum, ya Rasulullah, mən onların arasında olacağam. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Sən onların arasında olacaqsan. Sonra Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi. Ümmətimdən Qeysərin şəhərində indiki İstanbula yürüş edən ilk ordunun günahları bağışlanacaq. Mən soruşdum, ya Rasulullah, mən onların arasında olacağam. Peyğəmbər ona Allahın salavatı və salamı olsun, xeyr dedi. Buxari 2934-cü hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Canım əlində olan Allaha and olsun ki, biriniz ip götürüb bir şələ odun yığaraq belində bazara aparması onun üçün kiməsə ağız açmaqdan daha xeyirlidir. Həm də bilmək olmaz, o adam ona istədiyini verəcək, yoxsa imtina edəcək. Buxari 1470-ci hədis. Abdullah İbn Ömər, Allah ondan razı olsun, rəvayət edir ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib soruşdu. Ey Allahın elçisi, Allahın ən çox sevdiyi insanlar və ən çox sevdiyi əməllər hansılardır? Allah elçisi sallallahu aleyhi və səlləm buyurdu. Allahın ən çox sevdiyi insanlar başqalarına ən faydalı olanlardır. Allahın ən çox sevdiyi əməllər isə bir müsəlmanı sevindirmək, onun bir sıxıntısını aradan götürmək, bir borcunu ödəmək və ya aclığını aradan qaldırmaqdır. Bir ehtiyacından ötürü müsəlman qardaşımla getməyim, mənim üçün məsciddə bir ay etiqaf etməkdən daha sevimlidir. Allah hirsini cilovlayanın eybini örtər. Qəzəbləndiyi halda qəzəbini boğan kimsənin qəlbini qiyamət günü Allah razılıqla doldurar. Kim müsəlman bir qardaşın bir ehtiyacından ötürü onun ehtiyacını təmin edilənədək onunla gedərsə, ayaqların büdrədiyi gündə Allah onun ayağını sabit edər. Digər rəvayətdə bu əlavələr var. Həqiqətən, sirkə balı korladığı kimi pis əxlaq da əməli korlayır. Ət-Təbərani Mücəmül Kəbir 13468, 13646-cı hədis. Şeyx Albani Həsən olduğunu bildirmişdir. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Bir nəfər, mən mütləq sədəqə verəcəyim dedi. Sonra da verəcəyi sədəqəni götürüb,
evdən çıxdı və özü bilmədən onu bir oğruya verdi. Səhər açıldıqda insanlar oğruya sədəqə verilmişdir deyə danışmağa başladılar. Bu adam, Allahım, həmd sənə məxsusdur, mən yenə də sədəqə verəcəyim dedi. Sonra verəcəyi sədəqəni götürüb evdən çıxdı və bilmədən onu zinakar bir qadına verdi. Səhər açıldıqda insanlar bu gecə zinakar qadına sədəqə verilmişdir deyə danışmağa başladılar. Adam, Allahım, həmd sənə məxsusdur, verdiyim sədəqə zinakar qadına çatdı. Mən yenə də sədəqə verəcəyim dedi, sonra sədəqəni götürüb evdən çıxdı və bilmədən onu varlı bir adama verdi. Səhər açıldıqda insanlar varlıya sədəqə verilmişdir deyə danışmağa başladılar. Adam dedi, Allahım, həmd sənə məxsusdur. Verdiyim sədəqələr oğruya, zinakara və varlıya qismət oldu. Bundan sonra bir nəfər onun yanına gəlib dedi, sənin sədəqən qəbul olundu. Zinakar qadına gəldikdə isə ola bilsin ki, o ibrət alıb zinakarlığına son qoysun. O ki qaldı varlı adama, ola bilsin ki, o bundan ibrət alsın və Allahın ona verdiyi nemətlərdən onun yolunda xərcləsin. Oğruya verdiyin sədəqəyə gəlincə, ola bilsin ki, o bundan ibrət alsın və oğurluq etməkdən əl çəksin. Buxari 1332-1421-ci hədis. Abu Hureyra rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun belə buyurdu. Fərat aralanmayana qədər və bu yerdə qızıldan dağ əmələ gəlməyənə qədər qiyamət saati qopmayacaq. İnsanlar bu qızıla görə bir-biri ilə vuruşacaq və hər 100 adamdan 99 öləcək. Bu zaman onlardan hər biri belə deyəcək. Bəlkə elə sağ qalan mən olacağam. Muslim 7454-7458-ci hədis. Rəvayət edilir ki, Huzeyfə ibn Yəmən demişdir. İnsanlar Peyğəmbərdən, ona Allahın salavatı və salamı olsun, xeyrxax işlər barədə soruşardılar. Mən isə ondan şər əməllər barəsində soruşardım ki, xətəri mənə dəyməsin. Mən dedim, ya Rasulullah, biz həqiqətən də cahillik və şər içində yaşayırdıq. Allah bizə belə bir xeyir nəsib etdi. Bu xeyirdən sonra şər gələ bilərmi? Peyğəmbər, bəli dedi. Mən soruşdum, bəs bu şərdən sonra yenə xeyir gələ bilərmi? Peyğəmbər dedi, bəli, lakin bu xeyrə şər ləkəsi bulaşacaqdır. Mən soruşdum, o nə ləkədir? Dedi, mənim yolumu tutub getməyən adamlar olacaq. Onlar yaxşı işlər gördükləri kimi pis əməllər də edəcəklər. Mən soruşdum, bəs bu xeyirdən sonra şər gələcəkmi? Dedi, bəli, həmin vaxt cəhənnəmə çağıran azğın adamlar olacaq. Kim onların çağırışını qəbul etsə, cəhənnəmə atılacaqdır. Mən dedim, ya Rasulullah, onları bizə vəsf et. O buyurdu, onlar bizlərdən olacaq və bizim kimi danışacaqlar. Soruşdum, o vaxta qədər yaşasam, mən nə edim? Buyurdu ki, müsəlman cəmaatına qoşul və onların imamına tabi ol. Dedim, bəs onların nə bir cəmaatı, nə də bir imamı olmasa necə? Dedi, arxa dişlərinlə ağac kökündən yapışmış olsan belə, o firqələrin hamısından uzaq dur və ölüm səni haqlayana dək bu vəziyyətdə qal. Buxari 3606-cı hədis. Abdullah ibn Məsud rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Mömin nə tənə vuran, nə lənət oxuyan, nə ədəbsiz, nə də təhqir edəndir. Əl-Buxari, Ədəbul Mufrad, 312-ci hədis. İmam Nəvəvinin 40 hədis kitabından 9-cu hədis. Abu Hureyra Abdurrahman ibn Səxr rəvayət edir ki, Peyğəmbərin ona Allahın salavatı və salamı olsun, belə buyurduğunu eşitdim. Sizə nəyi qadağan edirəmsə, ondan çəkinin. Nəyi əmr etmişəmsə, onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən sizdən əvvəlki ümmətləri çox sual vermələri və Peyğəmbərlərinə müxalif olmaları həlak etdi. Buxari 6289-7288-ci hədis. İmam Nəvəvinin 40 hədis kitabından 10-cu hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Həqiqətən də Allah pakdır və pak olandan başqasını da qəbul etməz. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdir. Allah buyurur, ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün. Müminin surəsi
51-ci ayə. Digər bir ayədə, ey iman gətirənlər, sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin. Bəqərə surəsi 172-ci ayə. Sonra Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, birisini xatırladaraq buyurdu. Uzun bir səfərə çıxmış bir kişi, saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq, ey Rəbbim deyər, lakin yediyi haram, içdiyi haram, giydiyi haram. Haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun? Muslim 1686, 2393-cü hədis. İmam Nəvəvinin 40 hədis kitabından 6-cı hədis. Abu Abdurrahman Nomən İbn Bəşir rəvayət edir ki, mən Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, belə dediyini eşitdim. Halal da bəllidir, haram da. Bunların arasında şübhəli şeylər var ki, çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli şeylərə dalsa, qoruğun kənarında otaran çoban kimi çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökümdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir. Diqqət edin, bədəndə bir ət parçası vardır. Əgər o yaxşı olarsa, bütün bədən yaxşı olar. Yox, əgər korlanarsa, bütün bədən korlanar. Bilin ki, o ət parçası qəlbdir. Buxari 52-ci hədis. Ənəs Allah ondan razı olsun rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. 3 xislət var ki, bunlar kimdə olsa, o kimsə bu xislətlər sayəsində imanın şirinliyini dadmış olar. Allahı və onun elçisini başqalarından daha çox sevmək, sevdiyi kimsəni yalnız Allah üçün sevmək, Allah onu küfürdən qurtardıqdan sonra yenidən küfrə qayıtmağı, o da atılmağı xoşlamadığı kimi xoşlamamaq. Muslim 165-ci hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun, bir dəstə gülüb danışan sahabələrinin yanına gəlib dedi. Canım əlində olan Allah and olsun ki, əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız. O çıxıb getdikdən sonra səhabələr ağladı. Uca Allah isə ona belə vəhy etdi. Ey Muhammed, nə üçün qullarımı ruhdan salırsan? Peyğəmbər ona Allahın salavatı və salamı olsun, geri dönüb dedi. Elə isə qazandığınız savaba sevinin, doğru yol tutun və ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona yaxınlaşın. Buxari, Ədəbul Mufrad, 254-cü hədis. Rəvayət edilir ki, İbn Abbas demişdir. Müşriklərdən olan bir zümrə çox adam öldürmüş və dəfələrlə zina etmişdi. Sonra Muhammedin ona Allahın salavatı və salamı olsun yanına gəlib dedilər. Sənin danışdıqların və dəvət etdiyin yol gözəldir. Bir də görək, bizim etdiyimiz bu günahların kəffarəsi varmı? Onda bu ayə nazil oldu. Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Furqan surəsi 68-ci ayə. Sonra da bu ayə nazil oldu. Qullarıma mənim bu sözümü de. Ey mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Zümər surəsi 53-cü ayə. Buxari 4436, 4810-cu hədis. Əbu Zər demişdir. Bir dəfə mən Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun yanına gəldim. Həmin vaxt o üstünə ağ örtük sərib yatmışdı. Artıq o oyanmışdı. Mən onun yanında oturdum və o mənə belə buyurdu. La ilahə illallah deyən və qəlbən bunu təsdiqləyərək ölən hər bir bəndə mütləq cənnətə girəcəkdir. Mən soruşdum. Zina və oğurluq etsə də? Dedi. Zina və oğurluq etsə də. Mən yenə soruşdum. Zina və oğurluq etsə də? Dedi. Zina və oğurluq etsə belə. Mən bir daha soruşdum. Zina və oğurluq etsə də? Dedi. Zina etsə, oğurluq etsə belə, Əbu Zərin xoşuna gəlməsə belə. Əbu Zər bu hədisi danışarkən deyərdi. Əbu Zərin xoşuna gəlməsə belə.
Muslim 273-cü hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Allah zinadan Adəm övladının payına düşəni əzəldən yazmışdır və o, istər-istəməz buna mübtəla olacaqdır. Gözün zinası baxmaq, qulaqların zinası qulaq asmaq, dilin zinası danışmaq, əlin zinası toxunmaq, ayağın zinası addım atmaqdır. Qəlb istəyir və təmənna edir. Cinsiyyət üzvü isə ya bütün bunları təsdiqləyir, ya da təksib edir. Buxari 5774, 6243-cü hədis.